Açılıq Azərbaycanda xalqın tarixi, ənənələri, mədəniyyəti, etnoqrafiyası, sosial-iqtisadi durumu ilə sıx bağlı olan sahədir. Ta qədimdən müxtəlif ölkələrdə atların iştirakı ilə oyunlar olub. Məqsəd iştirakçılar arasından ən güclü, cəld olanı və ən əsası atla ideal anlaşanı tapıb irəli çəkmək idi. Azərbaycanda da Qafqaz xalqlarının mədəniyyətlərində olduğu kimi açılıq oyunları haqlı olaraq şərəfli yerlərdən birini tutur. Ölkəmizdə yaranan və hazırda da inkişaf edən bir neçə unikal atçılıq oyunları var. Bu oyunlarla bağlı hər il müxtəlif müsabiqə və yarışlar keçirilir. Bu dəfə isə Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı, Şəmkir rayon İcra Hakimiyyətinin dəstəyi ilə milli atçılığın inkişafı məqsədi ilə Şəmkir rayonu Qılınçbəyli kəndi ərazisində Azərbaycan yorğa atları üzrə region kuboku yarışı keçirilib. Yarışlar Şəmkir rayonu ilə yanaşı Bakı, Gəncə, Goranboy, Bərdə, Qaza, Tovuz, Aksafa, Laçın, Balakən, İmişli, İsmayıllı, Xocalı, Ucar, Sabirabad və ölkənin digər bölgələrindən qatılan 50 at və çaparları 8 məsafə və yaş qrupu üzrə ən güclüləri müəyyən etmək üçün yarışıblar. İştirakçılar yarışın Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən yüksək səviyyədə təşkilindən razılıqlarını bildirdilər. Bu yarışlar bizə dünya qədimdən bu günə qədər, ata-babalarımızdan davam eləyə günü günə qədər gəlib çatmaqda olan yarışlardandır. Dünənki bugünkü yarış deyil bunlar. Təşkilatçıların hamısına dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Cənab Prezidentimiz həmişə atçılara, atçılığa həmişə diqqət və qayğı ilə yanaşmaqdadır. Cənab Generalımız Elçin Quliyevə dərin təşəkkürümü bildirirəm. Biz atçılara yarış keçirilməsi üçün hər bir şəraiti yaradır. Həmişə bizi diqqətdə saxlayır. Bir əziz doğma münasibət biz görürük Federasiyamızın prezidentindən. Və bugünkü yarışı da Elman Allahverdiyev təşkil edib. Ondan da Allah razı olsun, çox sağ olsun, çox var olsun bu gözəl yarışı təşkil elədiyinə görə. Şəmkir rayon İcra Hakimiyyətinin başçısına bütün atçılar adından dərin təşəkkürümüzü bildiririk bu şəraiti yaratdığına görə. 2019-cu ildə Bakı şəhərində binatçılıqda orada iştirak eləmişəm. İlk yarışlarımız oradan olur. Hər yarışlarda iştirak edirik. Cənab Prezidentimiz sağ olsun, bu bizə bu şəraitləri qurubdur. Generalımız Elçin Quliyev bu yarışları təşkil elətdirir bizə. Biz də hər yarışda bir at sahibi kimi burada iştirak edirik bütün yarışlarda və bütün rayonlardan qoşulurlar yorğatçılara və yarışlarımız ildə 3 səfər, 4 səfər olur. Hər bir yarışda da iştirak edirik. Yorğa atlar qədimdən Azərbaycan atçılıq mədəniyyətinin ayrılmaz hissəsi sayılır. Bu atlar özünə məxsus yorğa yerişi, yəni hamar, ritmik və sabit addımlama qabiliyyəti ilə fərqlənir. Yorğa yerişi zamanı atın hərəkəti minici üçün sarsıntısız və rahat olur. Bu da onları həm yarış, həm də uzun məsafəli gedişlər üçün ideal edir. Yorğa atların iştirakı ilə keçirilən bu yarış onu izləyənlərdə böyük maraq yaradır. Çox sevindim. Gənclərimizi görüb mən də həvəsə gəldim. Bugünkü oyun keçirilən başda Elman müəllim olaraq hamısına təşəkkürümü bildirirəm. Ki, bizim kimi gəncləri bura təklif buyurub, iştirak edib. Onlara da təşəkkürümü bildirirəm. İlk dəfə idi və çox da sevincli edici idi. Təşəkkür edirəm hər kəsə. Yerli atçılıq ənənələrinin qorunması və bu sahəyə marağın artırılması məqsədi ilə təşkil olunan yarış gərgin, həyəcanlı, maraqlı anlarla yadda qalıb. Analoji yarışlar bundan sonra da davam etdiriləcək.